Allahın sənə olan ən böyük lütfu budur ki, o sənin Rəbbindir və sən onun bəndəsisən. Yəni bunu hiss edirsən, anlayırsan. Bir neməti vermək də onun iznindədir. Sınaq da onun hikməti ilə olur. Bütün işləri Allah həvalə elə. Əgər sənə bir nemət gələrsə, şükr et. Çünki onun içində sənə çoxlu bərəkət var. Əgər bir çətinlik gələrsə, səbr et. Çünki səbr etdikcə savabların artır və sən Rəbbinə savablarla dönərsən. Fatihə surəsi bizə öyrətdi ki, bizim üçün Allahdan başqa sığınacaq yoxdur. İyyəkə nə'budu, İyyəkə nəstə'in. Sənə ibadət edirik, sənə yalvarırıq. O kədərlərimizi gizlətməyimizi istəmir. Çünki onlar onsuz da Allah bilir qəlbimizdən keçənləri. Yəni, şikayətlərini uca Allaha ərz eylə. Gözəl bir dildə Rəbbinə ərz eylə. Yəni ki, ey, sən bizim Rəbbimizsən, Mövlamızsan, yaralarımızı sağaldansan. İçimdəki bütün duyğuları sənə söyləyirəm. Qəlbimdəki bütün yükləri sənə yönəldirəm. Çünki sənin yanında heç nə gizli qalmır. Gözəl qarşılayan da sənsən və bütün işləri yoluna qoyan da yenə sənsən. Bax, nə gözəl bir dua. Sənin içdən edilən bir dua, qəlbən edilən bir dua.